maraqlı sualdır. Çünki pasientlərdən də onu eşidirəm. Bir gözümüz çox işləyərsə yorularmı? Bu hansı hallarda olur? Gözdə problem var. Birisi tam görür, 100% görür. Digər gözümüz daha az görür, daha zəif görür. Pasient gəlir, doktor, bilirəm bu yaxşı görmür, bu yaxşı görür, amma uşaq dərs oxuyur, səhərdən axşama qədər oxuyur. Deyirəm ki, ay uşaq çox oxuma, çünki çox oxusan bu gözə güc düşər, sonra bir dənə gözümüz budur, bu da problemə çevrilər. Əsla elə bir söhbət yoxdur. Hər göz öz işini görür. Yəni bu gözün görməməsi bunun yükünü artırmaz, adətən artırmaz. Yəni buradan belə bir nəticə çıxardacağıq. Əgər gözümüzün biri yaxşı görmürsə, tək gözlə işlərimizi davam elətdiririksə, oxumağa çox da maneçilik yoxdur. Amma yetər ki, gigiyenik qaydalara riayət eləyək. Yəni oxumağın da, bilgisayar ilə işləməyin də gigiyenik qaydası var. Əslində çox əvvəllər bu gigiyenik qayda ilə əlaqədar danışmışdıq. Məncə onları növbəti videoların birində təkrarlayaq, insanların çox ehtiyacı olacaq. Yəni bir gözün işləməməyi digər gözün yükünü artırmaz.